Azərbaycan siyasi və ictimai fəallarının aclıq edən siyasi məhbuslarla bağlı Pezeşkiyana açıq məktubu. Hörmətli Doktor Məsud Pezeşkiyan, İran İslam Cumhuriyyətinin prezidenti. Mövzu: aclıq edən Azərbaycanlı siyasi məhbusların həyatının qorunması və bütün siyasi məhbusların hüquqlarının təmin edilməsi üçün təcili tədbir tələbi. Salamlar, sayğılar. Biz Azərbaycanın bir qrup siyasi və mədəni fəalları son seçkilərdə baxışlarımız müxtəlif olsa da bir məqamda ortaq fikirdəyik. Məsul şəxslərdən qanuni vəzifələrini tələb etmək hər bir vətəndaşın siyasi baxış və tutumlarından asılı olmayaraq haqqıdır və insan haqları məsələsində bu, hətta vətəndaş olmayanların da haqqı və vəzifəsidir. Məlumunuzdur ki, Azərbaycan türklərinin bir hissəsi sizə ana dilində təhsil haqlarının təmin edilməsi, Urmu gölünün bərpası, təhlükəsizlik təzyiqlərinin azaldılması, sosial azadlıqların yaxşılaşdırılması və iqtisadi ayrı-seçkiliyin aradan qaldırılması kimi vədlərin gerçəkləşəcəyinə ümid edərək dəstək vermişdi. Ancaq indiyədək bu vədlərin həyata keçirilməsinə görə ciddi bir işarə görünməmiş, özəlliklə də siyasi həbslər və təhlükəsizlik baskıları davam etməkdədir. Hazırda bir sıra Azərbaycanlı siyasi məhbuslar qanunsuz proseslərə və təhlükəsizlik müdaxilələrinə etiraz olaraq aclıq aksiyasına başlayıblar. Aksiyanın 39-cu günü tamamlanıb və bu şəxslərin həyatı ciddi təhlükə altındadır. Onlar yalnız mədəni, ekoloji, ictimai fəaliyyətlər və türklərin milli hüquqları ilə yanaşı başqa qeyri-fars etnik qrupların hüquqlarının müdafiəsinə görə həbs olunmuş və uzun müddətli həbslərə məhkum olmuşlar. Halbuki İran İslam Cumhuriyyətinin anayasasına görə bu fəaliyyətlər vətəndaşların hüququdur və sizdə anayasanın icrasına məsul ali şəxs olaraq bu hüquqları müdafiə etməyə görəvlisiniz. Bundan əlavə, beynəlxalq sivil və siyasi haqlar anlaşması və Nelson Mandela qaydalarına əsasən məhbusların həyat və sağlamlığının qorunması dövlətin birbaşa vəzifəsidir və siz dövlətin beynəlxalq aləmdəki təmsilçisi olaraq buna cavab verin. Bu əsasla sizdən tələb edirik ki, səlahiyyətiniz və imkanlarınız çərçivəsində heç bir gecikdirmədən aşağıdakı məsələlərlə bağlı tədbirlər, izləmələr və başqa qərarverici qurumlarla danışıqlar aparılsın və nəticəsi ictimaiyyətə açıqlansın. 1. Tibbi məhdudiyyətlərin aradan qaldırılması və aclıq edən məhbusların təcili şəkildə müasir tibbi mərkəzlərə köçürülməsi. 2. Barışçıl və zorakılıqdan uzaq fəaliyyətlərə görə həbs olunan siyasi fəalların azad edilməsi. 3. Başqa siyasi məhbuslar üçün açıq və qanuni məhkəmələrin keçirilməsi. 4. Təhlükəsizlik qurumlarının qanun pozuntularına nəzarət üçün mexanizmin yaradılması və elan olunması. Qəti olaraq xatırladırıq ki, Azərbaycan xalqı sizin məsuliyyət dövrünüzdə hər hansı bir şəxsin milli və ya sivil hüquqları müdafiə etdiyi üçün aclıq nəticəsində həyatını itirməsini əsla qəbul etməyəcək. Bu hüquqi, əxlaqi və tarixi bir məsuliyyətdir və bu məsələdə səhlənkarlığın heç bir bəhanəsi yoxdur. Hörmətlə, Azərbaycanın siyasi, mədəni və ictimai fəallarının bir qismi.